Nikol Paşinyan, Ermənistanın baş naziri. Azərbaycan xalqına çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirən erməni əsilli şəxslərin məhkəməsi onu necə deyərlər, kürkünə birə salır. Elə təqsirləndirilən şəxslərin ifadələri Nikolu ciddi narahat edir. Qondarma rejimin keçmiş dırnaqarası rəhbərləri məhkəmə ifadələrində bütün əmrləri İrəvandan aldıqlarını, Qarabağdakı silahlı birləşmələrin birbaşa Ermənistandan maliyyələşdiyini bildiriblər. Bu zaman Paşinyan hərəkətə keçdi. Bütün dünyaya car çəkirdi, amandır. Azərbaycan təqsirləndirilən erməni əsilli şəxslərlə pis davranır, onlara güya işgəncə verir. Standart erməni nağılları yenidən gündəm olub desək yanılmarıq. Elə əməkdaşlarımız da bu mövzuya nəzər salıblar. Nikolun məqsədi nədir? Proseslər necə dəyişəcək, izləyək. Ermənistanın baş naziri Nikol Paşinyan son zamanlar Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi ilə bağlı bəzi açıqlamalar verib. O bildirib ki, həm Xarici İşlər Nazirliyi, həm də özü Bakıda baş verənlərə dair müvafiq qiymətləndirmələr aparıb. Əvvəl bu məsələyə açıq şəkildə münasibət bildirməkdən çəkinən Nikol, hazırda təqsirləndirilən erməni əsilli şəxslərin işgəncə və təzyiqlərə məruz qaldığını deyib. Ermənistanın parlamentində komissiya var. İkinci Qarabağ müharibəsinin uduzulması, yəni o uğursuz nəticəsi ilə bağlı istintaq aparılır. Əgər Ermənistan burada iştirak eləməyibsə, niyə onda belə bir komissiya yaradır və Ermənistanın rəsmilərini dəvət edir, Müdafiə Nazirliyinin zabitlərini deməli istintaq altındadılar. Bu insanlar danışmağa başlayırlar məhkəmə zamanı və açıq-aşkar Ermənistan rəhbərliyin Azərbaycan ərazisində törədilən hərbi cinayətlərə görə məsuliyyəti gündəmə gəlir və bunun məsuliyyəti var və məsuliyyət bilavasitə Ermənistan rəhbərliyinin boyundadır. Məhkəməsi keçirilən erməni əsilli şəxslərdən bəziləri ifadələrində bildiriblər ki, 2-ci Qarabağ müharibəsi zamanı bütün əmrlər İrəvandan verilib. Gəncənin bombalanması da buna daxildir. Hətta Arayik Harutyunyan etiraf edib ki, Azərbaycan prezidentinə müharibənin bitirilməsi barədə məktub ünvanlamaq istəsə də, Paşinyan buna imkan verməyib. Bu ifadələrdən sonra işğalçı ölkə rəhbərliyinin vəlvəliyə düşməsini hardasa anlamaq olar. Həmin o erməni əsilli canilər ona görə Paşinyanın adına çəkirlər ki, onlara təzyiq var, təzyiq altında bunları söyləyirlər. Bu isə ağ yalandan başqa bir şey deyil və həmin şəxslər konkret faktlara, argumentlərə söykənməklə, saatına, dəqiqəsinə qədər hər şey qeyd edib Paşinyanı ittiham edirlər və deyirlər ki, onun tapdığı əsasında bu addımları atmışıq. Bir sıra faktların üzə çıxması, sübutların təqdim edilməsi İrəvanın siyasi rəhbərliyini də dilə gətirir, danışdırır və artıq onlar da anlayır ki, məsuliyyət daşıyırlar və gec-tez bütün məhkəmə prosesi çərçivəsində həyata keçirilən ümumi fəaliyyət həm də bir ucu ilə onlara toxunacaq. Diqqəti yayındırmaq, məsuliyyəti üzərindən atmaq. Heç şübhəsiz ki, İrəvanın bu oyunlarını da Azərbaycan çox yaxşı bilir. Bu dəfə fərqli olan odur ki, Nikol elə ermənilərin özləri tərəfindən ittiham olunur. İşğalçı ölkənin planlarını özünün bəsləyib yetişdirdiyi şəxsləri ifşa edir. Ermənistanın dövlətinin, hazırki hökumətinin 20-ci ildə İkinci Qarabağ müharibə zamanı indi Paşinyan hökuməti idarə eləyirdi və o əmrlər Paşinyan həm siyasi, hərbi rəhbərlik tərəfindən verilib. Ona görə əgər biz baxsaq ilk 1-2 ay Ermənistan hökuməti susmuşdu, artıq bu ifadələr verilib. Ermənistanın məsuliyyəti göz qabağındadır. Bunlar başlayıblar Azərbaycana qarşı yeni kampaniya. Bu 44 günlük müharibə zamanı Azərbaycan tərəfindən mülki insanların həlak olunmalarının sayı ermənilərin mülki əhalisindən qat-qat çoxdur. Bunun hamısının məsuliyyəti var və bu məsuliyyət demək olar ki, indi Nikol Paşinyanı və onun Xarici İşlər Nazirini vırnıxmağa vadar edir. Xeyri yoxdur. Hamı öz cinayətlərinə görə cavab verməli olacaq.
Paşinyanın nə deməsindən asılı olmayaraq həqiqət gün üzünə çıxacaq. Bunu bütün dünya ilə yanaşı sadə ermənilərin də görməsi vacibdir. Bakıdakı məhkəmə həm də işğalçılıq siyasətinin Ermənistan dövlətinin necə ağır iqtisadi və mənəvi duruma saldığını nümayiş etdirir. Əgər Ermənistan dövləti separatist rejimin arxasında dayanmasaydı, o mövcud ola bilməzdi. Çünki pul da oradan gəlirdi, silah da oradan gəlirdi, əmrlər də oradan verilirdi. Sadəcə müəyyən zaman üçün Harutyunyan bunları gizlədirdi, üzərinə götürdü ki, həm də özünü deyərlər bir qəhrəman obrazını formalaşdırsın ki, mən bunları etdim, mən cavabdehəm. Amma bu günləri vəziyyət dəyişib, artıq o həqiqəti söyləməyə məhkumdur. Xüsusilə Gəncənin bombalanması ilə bağlı əmrin İrəvan tərəfindən verilməsini qeyd etmələri yeni bir vəziyyəti formalaşdırır. Və Nikol Paşinyan eləcə də ətrafı təlaş içindədirlər, məcbur olaraq ifadə verirlər və bu Ermənistanda daxil olmaqla onun havadarlarını da dilə gətirir. Hər bir halda Azərbaycana qarşı cinayət törədənlər ədalət qarşısında cavab verəcək. Rəsmi Bakı bu mövzuda kimin nə danışmasından, kimin hansı bəyanat verməsindən asılı olmayaraq beynəlxalq hüququn norma və prinsiplərinə uyğun addımlar atmağa davam edəcək. Hazırda narahat olanları da anlayırıq. Çünki kartlar açıldıqca onların da hansı cinayətlərdə əllərinin olması gün üzünə çıxır. Tehran Orucoğlu, xüsusi olaraq Diqqət efir üçün.